Salam, heç fikirləşmisiniz görəsən, sizin məzuniyyət pulunuz ya da kompensasiyanız necə hesablanır? Bilirsiniz, Azərbaycanda bu qaydalar təzəlicə yenilənib və bu dəyişiklik inanın ki, həm işçilər, həm də işə götürənlər üçün lap çox vacibdir. Gəlin elə indi, sadə dildə, misallarla bu yeni qaydalara baş vuraq, görək söhbət nədən gedir. Gəlin ilk olaraq özümüzə bu sualı verək, amma səmimi cavab verək. Məzuniyyət haqqınız düzgün hesablanırmı? İstər işçi olun, istər işə götürən, bu qaydaları bilmək sadəcə zəruridir. Çünki günün sonunda söhbət birbaşa sizin cibinizdən, sizin büdcənizdən gedir. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Plana bir göz ataq. Əvvəlcə hamının bildiyi o təməl qaydaya baxacağıq. Sonra ən kritik yeniliyi, yəni müqayisə qaydasını didə-didə öyrənəcəyik. Təbii ki, real həyatdan nümunələr olacaq, sonra bəzi xüsusi hallara toxunacağıq və sonda da istifadə edilməmiş məzuniyyət kompensasiyaları ilə yekun vuracağıq. Oldu onda başlayaq birinci hissədən. Hər şeyin təməli, yəni məzuniyyət haqqının standart hesablama metodu. Gəlin bunun üzərindən bir də keçək. Hər şeyin açarı orta aylıq əmək haqqı anlayışıdır. Qanunun 140-cı maddəsi bunu çox aydın şəkildə izah edir. Məzuniyyətə çıxmamışdan əvvəlki son 12 ayın maaşını götürürsünüz, hamısını toplayırsınız və sadəcə 12-yə bölürsünüz. Riyaziyyatı çox sadədir. Deməli, proses belə gedir. 4 dənə sadə addım var. Birincisi, son 12 ayın maaşını toplayırsınız. Sonra ikincisi, bu ümumi rəqəmi 12-yə bölürsünüz ki, orta aylıq maaşınız çıxsın. Üçüncü addım, həmin o orta aylıq maaşı 30.4-ə bölürsünüz, bu sizə bir günlük qazancınızı göstərir. Vəssalam, dördüncü və son addım, bu bir günlük pulu vurursunuz məzuniyyət günlərinizin sayına. Bax, bu illərdir ki, hamının bildiyi standart qaydaydı. Amma işlər indi biraz dəyişib, artıq hər şey bu qədər də sadə